Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər. Bugün sizinlə məktəbə qədər təhsil haqqında əsas anlayışlar, yəni tezarus adlanan terminlərimiz haqqında məlumat verəcəm. Qeyd edim ki, tezarusda siz, yəni məktəbə qədər təhsil haqqında əsas ilkin anlayışlara həm Azərbaycan Respublikasının məktəbə qədər təhsil haqqında qanunun 1-ci maddəsində, həm 54 səhifədən ibarət olan məktəbə qədər təhsil proqramının sonuncu səhifəsində, həm də məktəbə qədər təhsil proqramının əlavəsi olan 55 səhifəlik məktəbə qədər təhsil proqramının sonuncu səhifəsində tanış ola bilərsiniz. Gəlin əsas anlayışlarla tanış olaq. Nədir məktəbə qədər təhsil? Qeyd edim ki, burada qarşılaşacağımız, indi sizinlə tanış olacağımız açar sözlər və ilkin anlayışlar həm müsahibə mərhələsinin, həm də test mərhələsində sadə sual tipində qarşınıza çıxa bilər. Məktəbə qədər təhsil, məktəbə qədər yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq, vərdişlərin mənimsənilməsi prosesidir və onun nəticəsidir. Yəni, məktəbə qədər təhsil deyəndə bilməlisiniz ki, söhbət 1-6 yaşlı uşaqları əhatə edən təhsil sistemindən gedir burada söhbət və burada məsələ intellektual uşaqların, həmin yaşda, yəni 1-6 yaşlı uşaqların həm intellektual, həm fiziki, həm mənəvi inkişafına xidmət edəcək biliklərin, bacarıqların, vərdişlərin mənimsənilməsi prosesidir və onun nəticəsidir. Bəs məktəbə qədər təhsil müəssisəsi nədir? Burada müəssisə məsələsi var. Yəni məktəbə qədər təhsil, təhsilin özüdür. Müəssisə isə məktəbə qədər təhsil müəssisəsidir, yəni bağçadır. Məktəbə qədər təhsil müəssisəsi, məktəbə qədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbə qədər yaşlı uşaqların təlim tərbiyəsinin, əqli, fiziki, mənəvi inkişafının və ümumi təhsili hazırlığını həyata keçirən təhsil müəssisəsidir. Yəni müəssisə. Müəssisə sözü məktəbə qədər təhsillə tamamilə başqa anlayışlar. Müəssisə deyəndə bir bina, bir infrastruktur nəzərdə tutulur. Məktəbə qədər təhsilin dövlət standartı. Bu da müsahibədə də sual verirlər. Müəllimlər bunu məktəbə qədər təhsilin dövlət standartı deyəndə başa düşürlər məzmun standartları kimi. Amma məzmun standartları başqa, məktəbə qədər təhsilin dövlət standartı başqa bir anlayışdır. Məktəbə qədər təhsilin dövlət standartı, yəni uşaqların, ailənin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq elmi pedaqoji prinsiplər əsasında hazırlanmış, məktəbə qədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normalar məcmusudur. Yəni bunu isə biz sizinlə qanunda, məktəbə qədər təhsil haqqında qanunda daha yaxından tanış ola bilərik. Nə oldu məktəbə qədər təhsilin dövlət standartı? Uşaqların, ailənin, cəmiyyətin və dövlətin tələbatına uyğun olaraq həm elmi pedaqoji prinsiplər əsasında hazırlanmış, həm də məktəbə qədər təhsil sahəsinin dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normalar məcmusudur. Bəs məktəbə qədər təhsildə diferensiallaşdırma nədir? Diferensiallaşdırma sözü sizə artıq bir çoxlarınıza əvvəldən də tanışdır. Təhsil prosesində uşaqların fərdi xüsusiyyətlərinin, maraq və tələbatlarının, fiziki və əqli inkişaf səviyyələrinin, həm psixoloji, həm fizioloji xüsusiyyətlərinin nəzərə alınmaqla təşkil olunmasıdır məktəbə qədər təhsilin diferensiallaşdırılması. Yəni, müxtəlifliyin, fərqliliyin, individuallığın nəzərə alınmasıdır diferensiallaşdırma. Bəs məktəbə qədər təhsildə qiymətləndirmə nədir? Məktəbə qədər təhsildə qiymətləndirmə uşaqların əqli, fiziki və təhsil nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirilməsi prosesidir. Məktəbə qədər təhsildə qiymətləndirmə uşağın əqli, fiziki inkişafı, təhsil nailiyyəti haqqında toplanmış məlumatın dəyərləndirilməsidir. Bəs məktəbə qədər təlim nədir? Təkrar edirəm, bunlar müsahibədə soruşurlar. Məktəbə qədər təhsil nədir, təlim nədir? Məktəbə qədər yaşlı uşaqların bilik, bacarıq, vərdiş və səriştələrin mənimsənilməsi, biliklərin gündəlik həyatda tətbiq olunma bacarığının əldə edilməsi və təhsil almaq üçün motivasiyanın formalaşmasına yönəlmiş bir prosesdir. Deməli, təkrar edirəm, bağça yaşlı uşaqların bilik, bacarığı, vərdişi və səriştələrin mənimsənilməsi və həmin bilik bacarığının həyatda tətbiqinə yönəlmiş və motivasiyanın formalaşmasına yönəlmiş bir prosesdir məktəbə qədər təlim. Məktəbə qədər xüsusi təhsil müəssisəsi isə sağlamlıq imkanı məhdud olan uşaqların, yəni müəyyən, belə deyək də, SIM, sağlamlıq imkanı məhdud olan deyəndə SIM-lə nəzərdə tutulur, amma hazırda 50-lik olan uşaqların, belə deyək, məktəbə qədər yaşlı, 50 olan məktəbə qədər yaşlı uşaqların təhsil alması üçün yaradılmış təhsil müəssisəsidir ki, bunu da müxtəlif
növləri var ki, bu haqda da məktəbəqədər təhsil haqqında qanundan və nümunəvi nizamnamədən daha ətraflı tanış ola bilərsiniz. Metodist kimdir? Metodist məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə işlərinə metodiki rəhbərliyi həyata keçirən ali pedaqoji təhsilli mütəxəssis hesab olunur ki, metodist bağçalarda belə deyək də birbaşa uşaqla işləməyən, həm müəllimlərlə, həm də müdiriyyətlə işləyən, bağçanın metodiki vəsaitlərini, planlaşdırmasını, sənədlərini nizam-intizama salan, təcrübəli, yəni həmçinin də ixtisaslı pedaqoji şəxs hesab olunur. Dayə kimdir bəs? Dayə, bəzən biz ona öz dilimizdə texniçka deyirik. Dayəmiz uşaqlara qulluğu həyata keçirən və nəzarəti həyata keçirən bir şəxsdir. Dayələr üçün hər hansısa bir təhsil tələb olunmur. Defektoloq kimdir? Defektoloq uşaqların əqli, fiziki, inkişafındakı pozuntuları korreksiyası ilə məşğul olan mütəxəssisdir. Defektoloq. Əvvəllər bağçalarda deyirlər ki, bəzi bağçalarda defektoloqlar fəaliyyət göstərib. Hazırda mən heç bir bağçada demək olar ki, rast gəlməmişəm. Ola bilər ki, bu yalnız xüsusi təyinatlı, yəni 50 olan uşaqların təlim-tərbiyə aldığı məktəbəqədər təhsil müəssisəsi üçün hazırda keçərli olsun. Bəs icma əsaslı məktəbəqədər təlim qrupu nədir? Bilirəm ki, hazırda bir çoxlarınız icma qrupları haqqında məlumatlısınız. İxtisaslı pedaqoji işçi olduğu halda həm valideynlərin, qanuni nümayəndələrin könüllülüyü ilə yerlərdə yaradılmış məktəbəqədər yaşlı uşaqların cəlb olunduğu deməli təlim qrupudur. Qanunda hazır ödənişli yazılmışdı müəllimlər. Mən bunu özüm əlavə eləmişəm bura PDF-yə. Məktəbəqədər təhsil haqqında tanış olsanız, görərsiniz ki, orada icma üçün ödənişli təlim qrupu yazılıb. Əvvəllər səhv eləmirəmsə ödənişli olub, amma hazırda ödənişsizdir. Deməli 3-5 yaşlı uşaqları əhatə edən bağçaların az olduğu məkanlarda, ərazilərdə məktəbin nəzdində, yəni məktəbə hazırlıq qrupu kimidir, amma məktəbə hazırlıq qrupu deyil də 3-5 yaşlıları əhatə edir. 2 saatlıq, həftədə 4 dəfə belə məşğələ və oyunlardan ibarət qısa müddətli təlim qrupudur, icma əsaslı qrupu. Adətən elə məktəbəqədər təhsilli şəxsləri hazırda işə götürürlər. Belə oktyabr ayında başlayır, may ayında isə buraxılış olur. Adətən hər il keçirilir imtahanı. Belə bir ayrıca bir məktəbəqədər təlim qrupları həyata keçirilir. İnklüzivlik nədir? İnklüzivlik sağlamlığından, potensial imkanından, maddi təminatından asılı olmayaraq uşaqların birgə təhsil almaq hüququnun təmin edilməsidir. Yəni inklüziv təhsil ilqindən, cinsindən, etnik mənsubiyyətindən və əlillik dərəcəsindən asılı olmayaraq hər kəsin, hamının, bütün uşaqların təhsilə cəlb olunmasıdır, təhsil almasını təmin edən bir təhsil sistemidir. İnnovasiya sözü var. İnnovasiya sözünü çox eşitmiş olarsınız. Bizə əhatə edən ümumiyyətlə, yəni gündəlik məişətdə də, televizorda da işlədiyimiz bir şeydir. İnnovasiya yenilikdir, müəllimlər. Müxtəlif təşəbbüs və tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklərdir. Yeni bir baxış, yeni bir sistem, yeni bir ideya, innovasiya adlanır. Daha sonra qanuni nümayəndə kimdir? Bu sözü tez-tez eşidirsiniz, valideyn və qanuni nümayəndə sözünü. Uşaqların hüquqlarına və qanunla onların mənafelerini təmsil edən valideynlər, övladlığa götürənlər və yaxud da qəyyumlardır. Yəni biz valideynlər övladlarımızın qanuni nümayəndəsi sayılırıq. Bəzən olur ki, valideynlərini itirmiş uşaqlar baba, nənə, əmi, dayı, xala, bibi tərəfindən də belə deyək də himayəyə götürülür və həmin himayədarlar ya himayədar ya da elə qanuni nümayəndə adlanır ki, həmin uşağın valideyn kimi, yəni hüquqları həmin şəxslər tərəfindən qorunur. Bunlar isə himayədar, qanuni nümayəndə və yaxud da qəyyum da adlana bilir. Qısa müddətli təlim qrupları nədir? Bəs qısa müddətli təlim qrupları valideynləri və digər qanuni nümayəndələrin istəyi nəzərə alınmaqla yaş kateqoriyasına uyğun olaraq uşaqlar üçün yaradılmış, qısaldılmış gün rejimi əsasında təşkil edilən təlim qrupudur. Bu haqda çox da geniş məlumat yoxdur, amma məndə olan məlumata görə bəzi bağçalarda yaradılmışdı qısa müddətli təlim qrupu. Bu da icma əsaslı qrupa oxşur. Adətən bağçaların nəzdində olur. Qısa müddət. Yəni biri var bağça uşaq səhər saat 8-də gəlsin, axşam saat 5-ə, 6-ya, 7-yə qədər bağçada qalsın. Bir də var ki, qısa müddətli təlim qrupu olur. Burada yenə də məşğələlər, oyunlar keçirilir. Beləliklə uşaqlar yemək və yatmaqla təmin olunmur, amma digər
işin pedaqoji tərəfi ilə əhatə olunurlar. Bu haqda çox geniş də məlumatımız yoxdur, çünki hazırda tətbiq olunmadığı üçün məlumat da biraz əldə etmək çətin olub, amma gələcəkdə də ola bilər ki, yenidən tətbiq olunsun. Hələ ki, bu qədər bilgimiz var. Loqopedlər kimdir bəs? Loqopedlər nitq pozuntusu olan uşaqlarla işləyən ali pedaqoji təhsili mütəxəssisdir. Adətən burada ali pedaqoji yazılıb, amma məktəbəqədər, daha doğrusu orta ixtisas təhsil müəssisələrində də, yəni kolleclərdə, yəni köhnədən dediyimiz texnikumlarda da loqopediya ixtisası vardır, mövcuddur və nitq pozuntusu olan uşaqlarla işləyən ali pedaqoji təhsili mütəxəssis qeyd olunur. Burada uşaqların nitqinin korreksiyası, dislaliya, aleliya, sonra kekələmə kimi müxtəlif nitq pozuntusu olan uşaqlarla işləyən şəxsləri adlanır. Sağlamlıq imkanı məhdud olan uşaq sözü var burada. Əvvəllər bu sözdən daha çox istifadə olunurdu. Söz birləşməsindən SIM deyirdik. Sağlamlıq imkanı məhdud sözünün baş hərflərinin birləşməsidir SIM. İndi isə yenilənmiş materiallarda bizə 50'lik olan uşaq ya da 50'lik olmayan uşaq demək tələb olunur bəzi materiallarda. Yəni SIM uşaq, yəni sağlamlıq imkanı məhdud olan uşaq, xüsusi təhsil şəraitinə ehtiyacı olan, fiziki çatışmazlığı, əqli və yaxud da psixi ləngimələri olan bir uşaqdır. Yəni bu görmə əngəlli ola bilər, eşitmə əngəlli ola bilər, hər hansısa bir fiziki məhdudiyyəti ola bilər ki, biz onlara sağlamlıq imkanı məhdud deyirik və onlar xüsusi təhsil şəraitinə ehtiyacı olan uşaqlardır. Ki, yuxarıda qeyd etdiyimiz kimi məktəbə xüsusi təhsil müəssisəsi var, məktəbə qədər xüsusi təhsil müəssisələri. Bax, onlarda həmin uşaqlar təlim, tərbiyə alırlar. Daha sonra sertifikatlaşdırma var burada. Sertifikasiya, bizim bildiyimiz sertifikatlaşdırma. Əvvəllər atestasiya adı ilə məktəbəqədər təhsil haqqında qanunda keçirdi, amma sonradan atestasiya sözü sertifikasiya sözü ilə əvəz olunub. Dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan həm ali, həm orta ixtisas təhsilə malik təhsil verənlərin peşəkarlıq səviyyəsini və peşə və yararlılığının yoxlanılması prosedurudur. Yəni hazırda bizim də çalışdığımız və sertifikasiyadan yaxşı nəticə əldə etmək üçün hədəflədiyimiz bir yoldayıq və bu proses əslində bizim peşəkarlıq səviyyəmizi və peşə yararlılığımızı yoxlanmasına yönəlmiş bir prosedurdur. Məktəbəqədər təhsil proqramı nədir? Möhtərizədə görürsünüz, kurikulum yazmışam. Məktəbəqədər təhsil proqramı kurikulumdur. Kurikulum 3 hissədən ibarətdir: məzmun, strategiya və dəyərləndirmə və təlim nəticələri, inkişaf sahələri üzrə məzmun standartlarının, pedaqoji prosesin təşkilinin, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir. Təkrar edirəm, məktəbəqədər təhsil proqramı kurikulumdur və təlim nəticələrini, inkişaf sahələrinin məzmun standartlarını, pedaqoji prosesin təşkilini, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir. Yəni, təlim nəticələri, inkişaf sahələri üzrə məzmun standartları olur bizim, deməli, məzmunumuz, pedaqoji prosesin təşkili olur təlimin strategiyası, dövlət təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqinin aparılması isə məktəbəqədər təhsildə qiymətləndirmə hissəsini təşkil edir və bunları özündə əks etdirən konseptual dövlət sənədi hesab olunur. Təhsildə inteqrasiya nədir bəs? Təlimin məzmun komponentlərinin əlaqələndirilməsini təmin edən didaktik prinsipdir. Təlimin məzmun komponentlərinin əlaqələndirilməsini təmin edən didaktik prinsip, inteqrasiya. Təlimin məzmunu nədir? Məktəbəqədər təlimin məzmunu uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində istifadə olunan təlim nəticələrinin məcmusudur. Təlimin məzmunu. Yəni, ümumilikdə uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə olunan təlim nəticələrinin məcmusu. Bəs tərbiyəçi müəllim kimdir? Tərbiyəçi müəllim uşaqların tərbiyəsini, hərtərəfli inkişafını, məktəbə hazırlıq təlimini təşkil edən və həyata keçirən məktəbəqədər təhsil sahəsi üzrə ali və yaxud da orta ixtisas təhsilli şəxsdir, yəni bizlərik. Bəs məzmun standartı nədir? Məzmun standartı təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Təhsil alanların, təkrar edirəm, bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir məzmun standartı. Motivasiya məşğələnin vacib komponenti olmaqla yanaşı, uşaqların idrak fəallığına təkan verən bir prosesdir.
Yəni həm də bizim motivasiya bizim mərhələmizdir, məşqlərimizin motivasiya mərhələsidir. Dəyərlər şəxsiyyəti şərtləndirən keyfiyyətlərdir. Yəni dəyərlərimiz bizim məsəl üçün milli kimliyimiz, vətəndaşlığımız, sonra şəxsi sosial məsuliyyətimiz, həmçinin mədəni müxtəlifliyimiz bizim dəyərlərimizdir ki, bizim şəxsiyyətimizi şərtləndirən keyfiyyətlərimizdir. Bəs dəyərləndirmə nədir? Dəyərləndirmə toplanmış məlumatların təhlili və nəticələrin çıxarılması prosesidir ki, bu bizim elə uşaq inkişafının dəyərləndirməsi adlandırdığımız kurikulumda 3-cü bölməsinə aiddir. Uşaq haqqında topladığımız məlumatları təhlil edib nəticə çıxarırıq. Əməkdaşlıq sözü bizə çox danışdır. Əməkdaşlıq tərbiyəçi müəllim, uşaq, həmçinin uşaq və valideyn və tərbiyəçi müəllim, həmçinin uşaq-valideyn münasibətlərində qarşılıqlı fəaliyyətin təmin olunmasıdır. Həmçinin əməkdaşlıq təliminin təşkili prinsipimiz də var ki, təlimi daha səmərəli təşkil etməyə xidmət edir. Sonra burada var fasilitasiya sözü. Fasilitasiya sözü sizə tanışdır. Fasilitator sözü bizə tanışdır hardan? Vygotsky'nin deməli sosial inkişaf nəzəriyyəsindən. Fasilitator uşaq tərəfindən biliklərin əldə edilməsi prosesində bələdçi rolunu yerinə yetirən şəxsdir. Fasilitator, yəni biz uşaq tərəfindən biliklərin əldə edilməsi prosesində bələdçi rolunu yerinə yetirən şəxs. Vygotsky'yə görə fasilitator kimlər ola bilər? Daha bilikli istənilən şəxs. Bu özündən böyük də, özündən kiçik də ola bilər ki, əsas odur ki, həmin sahədə daha bilikli olsun. Və burada hazırda fasilitator rolunu biz tərbiyəçi müəllimlər həyata keçiririk uşaqlarımız üçün. Qrupamızdakı uşaqların fasilitatoruyuq. Fasilitasiya isə qrupda diskussiyanın təşkili, fəallaşdırılması və səmərəli yönətmə prosesidir. Yəni prosesin özü fasilitasiyadır. Fasilitasiyanı təşkil edən şəxs isə fasilitatordur. Hansı ki, diskussiyaları təşkil edirəm, uşaqları fəallaşdırıram, vaxtı səmərəli yönəldirəm, məşğələləri səmərəli təşkil edirəm. Bu olur fasilitasiya prosesi. Mən isə oluram fasilitator. İnkişaf sahələri, bəs inkişaf sahələri nədir? Məktəbə qədər təhsil haqqında əgər tanış olursunuzsa, məktəbə qədər təhsilli şəxsinizsə, bağçada işləyirsinizsə, inkişaf sahələrinin nə olduğunu daha yaxşı bilirsiniz. Uşaqların inkişaf sahələri üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin edən və bunun üçün müəyyən olmuş məzmunun zəruri hissəsidir. Hansı ki, uşaqların inkişaf sahələri üzrə ümumi təlim nəticələrinin reallaşmasını nəzərdə tutan 4 inkişaf sahəmiz var. Onlar da artıq sizə tanışdır. Və məktəbə qədər təhsilin əsasını təşkil edir. Yəni, zəruri hissəsidir. Sonra burada var nəticə yönümlülük. Təhsil məzmununun əvvəlcədən müəyyən olmuş nəticələr əsasında müəyyən olunmasıdır. Həm belə bir didaktik prinsipimiz var, həm də təlimin təşkili prinsipimiz var ki, biz nəticə yönümlü olmağa çalışırıq. Portfolio sözü, portfoliomuz var bizim. Uşaq haqqında məlumatların və onun müəyyən müddət ərzində yerinə yetirildiyi işlərin toplandığı xüsusi bir qovluqdur ki, biz onu sonra dəyərləndirmə prosesində istifadə edəcəyik. Uşaq haqqında məlumatların və onun müəyyən müddət ərzində yerinə yetirdiyi işlərin toplandığı xüsusi bir qovluqdur. Yəni, papkadır, portfoliodur. Resurslarımız məzmun standartlarının reallaşmasında istifadə olunan təlim vasitələridir. Məzmun standartlarının reallaşmasında istifadə olunan təlim vəsaitləri. Şəxsiyyət yönümlülük var. Şəxsiyyət yönümlülük uşaqlarda zəruri həyati bacarıqları və dəyərlərin formalaşdırılmasını nəzərdə tutan bir didaktik prinsipdir. Şəxsiyyət yönümlü təlim prosesi isə fərdin, uşağın, daha doğrusu fərdiliyinin tanınması, hər bir insanın orijinallığını, dəyərinin, onun hər şeydən əvvəl şəxsiyyət kimi inkişafını və təkrar olunmaz subyekt təcrübəsinə dayanan bir təlim təşkil etməyin tərəfdarıdır şəxsiyyət yönümlü təlim. Yəni, deyir, şəxsiyyət yönümlü təlim prosesinin əsasında fərdiliyin tanınması, hər bir insan orijinaldır, dəyərlidir, hər şeydən əvvəl şəxsiyyətdir və təkrar olunmaz subyektdir. Bəs bunu əsasən də şəxsiyyət yönümlü təlim prosesi təşkil olunmalıdır, deyir. Daha sonra təlim nəticəsi nədir? Təlim nəticəsi müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulmuş və əvvəldən müəyyənləşdirilmiş təlim meyarlarının, təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Bir var, məşğələnin təlim nəticəsi. Məşğələnin təlim nəticəsi
məşqənin sonunda daha doğrusu mənimsənilməsi nəzərdə tutulmuş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Bir də var ümumi təlim nəticəsi. Ümumi təlim nəticəsi isə yaş qrupunun sonu üçün mənimsənilməsi nəzərdə tutulmuş təlim nailiyyətlərinin konkret səviyyəsi hesab olunur. Qeyd edeyim ki, 2 cür təlim nəticəmiz var. Məşqənin sonu üçün nəzərdə tutulan və ilin sonu üçün nəzərdə tutulan, yaş qrupunun sonu üçün nəzərdə tutulan. Təlim strategiyası nədir? Təlim strategiyası təhsil prosesində istifadə olunan formaların, metodların, üsul və vasitələrin məcmusudur. Burada təlim strategiyası biraz məhdud qeyd olunub. Qeyd edim ki, məktəbəqədər təlim strategiyasına inkişaf edici mühitin təşkili, planlaşdırma, təlimin təşkili prinsipləri və forma üsulların, daha doğrusu iş üsulları və iş formaları daxildir. Burada biraz kasad qeyd olunub, forma, metod və üsulların məcmusu qeyd olunub. Uşaq yönümlülük nədir bəs? Uşaq yönümlülük təlim-tərbiyə prosesi vasitəsilə uşağın meylinin, marağının, təhsil tələbatının ödənilməsinə, həmçinin onların istedad və potensialının reallaşmasının inkişafına yönəlmiş bir didaktik prinsipimizdir. Uşaq yönümlülük, ümumiyyətlə uşaq yönümlülük geniş bir anlayışdır. Məktəbəqədər təhsilin əsasını təşkil edir və bütün təlim-tərbiyə prosesi məhz uşaq yönümlülüyü üzərində qurulmasına biz çalışmalıyıq hazırda müasir interaktiv təlimdə.